Şərq Ülkəri Ədəbi Məclisi universitetlər tarixində bir ilk ədəbi məclisdir və biz Amin İctimai Birliyi, Bakı Dövlət Universiteti Şərqşünaslıq Fakültəsi və Elmi Kitabxanasının birgə əməkdaşlığı ilə ötən il mərhum şairimiz Beytüs-Səfa Ədəbi Məclisinin sədri olmuş Seyyid Əzim Şirvaninin 190 illik yubileyi ilə əlaqədar bu ədəbi məclisi təsis etdik. Şərq Ülkəri Ədəbi Məclisinin təsisçisi kimi bir şair olaraq mən də ötən il nəşr olunmuş Fidan Çiçəkləri adlı şeirlər kitabından bir qəzəli sizə təqdim edirəm. Canım, o gün ki sən kimi cananı sevmişəm, sevdirdiyi üçün ol ulu Sübhanı sevmişəm. Kim sevsə, eşqin açmasa ölsə, şəhid olur. Bir müddət ol ümid ilə Pünhanı sevmişəm. Amma sevən də sevdiyinə sevdiyin deyər, pirim deyib məqamım, o fərmanı sevmişəm. Sən ki saçılmaz ətr vurubsan, vurulmuşam. Sanma ki mişk tutsa da hər yanı sevmişəm. Haqq vədidir ki, sonda vüsalın sorağı var. Yandırsa qəlbimi belə hicranı sevmişəm. İsminlə bir fidanlığa döndərrəm axırı. Məcnun kimi qəmində biyabanı sevmişəm. Ey türk dilli, bu ərəbə bəxş edib səni. Ey türk dilli, bu ərəbə bəxş edib səni. Mən Seyyid Əsri Azərbaycanı sevmişəm.